Salam, səhifəmə xoş gəlmisiniz. Bugün sizlər üçün çox doyumlu və çox ləzzətli, tam sağlam xaçapuri reseptini paylaşıram. Bunun üçün 180 qram kəsmiyi bir qaba əlavə edib üzərinə bir yumurtanın ağını əlavə edirəm. Sarısını isə üzəri üçün saxlayıram. Daha sonra isə üzərinə yarım çay qaşığı qabartma tozu, 5 xörək qaşığı isə düyü unu əlavə edib qarışdırıram. Daha sonra üzərinə 70 qram Holland pendiri və 1 çimdik duz əlavə edib yoğururam. Burada isə sizə xəmirin yumşaqlığını göstərmək istəyirəm. Çox gözəl, yumşaq xəmir əldə edirik. Xəmirimizi bir paketə əlavə edib soyuducuda 5-6 dəqiqə gözlədirik. Üzəri üçün Holland pendirini sürtkəcin ən xırda gözündən keçirdirik və yumurta sarısını üzəri üçün əlavə edəcəyik. Xəmirimizi soyuducudan çıxardıb soba qabına əlavə edirik və forma verməyə çalışırıq. Xəmirə forma verib 180 dərəcədə alt-üst rejimdə sobada bişiririk. Daha sonra sobadan çıxardıb üzərinə Holland pendiri əlavə edib yenidən sobaya yerləşdiririk. Pendir əriyəndə sobadan çıxardıb üzərinə yumurta sarısı əlavə edib yenidən sobaya yerləşdirirəm. Yumurta da bişəndən sonra sobadan çıxardıram. Çox gözəl, çox ləzzətli alınır. Bişirəcək olan hər kəsə nuş olsun. Fikirlərinizi kommentariyada bizə bildirməyi unutmayın.